nədir? Amma siz bu resept eləyin, inşallah ki, kömək olacaq. Füsun müəllim, üzr istəyirəm. Bayaq bəzən bu orta qulağın iltihabı nəticəsində bəzən həkimlər elə qulağı yoxlayırlar, demirlər heç. Bəzən orta qulağın iltihabından da belə bir şey olur. Orta qulağın iltihabında olur. Məsələn, beyincin problemlərində, beyincik problemlər olanda olur. Çox şeylərdə ola bilir. Adidir, məsələn, damarlarda skleroz xəstəliyin qabağı öncəsi ola bilir. Çoxlu ucadan səsə qulaq asanda, məsələn, musiqisilərdə çox vaxt bu küy əmələ gəlir, zavodda işləyənlərdə əmələ gəlir, peşə xəstəlikləri kimi olan belə olur. Yəni, çox şeylərdən ola bilir. Adi əsəb pozğunluğunda ola bilir. Yəni, onları izah eləsək, vaxtımız çox gedər. Amma bunu eləyə bilərsiniz və əgər əsəblərinizdə problem varsa, sedativ çay da içə bilərsiniz. Sonra ikinci sualımız uçuqlar idi, herpeslə bağlı. Deməli, götürürsünüz aloe, mən bayaqları dedim, aloe üst hissəsi belə kəsilir, alt hissəsinin şirəsi götürülür. Deməli, bundan götürülür 50 qram. Deməli, bax, belə bir yağ qoyulur, təxminən 1 santim, yarım litrlik bankada, yarım litrlik bankaya 1 santim yağ, kərə yağı qoyulur, ərinmiş yağ. Sonra 1 santim aloe qoyulur və sonra yenə kərə yağı qoyulur və 1 santim limonun qabığı qoyulur. Təxminən ən axırıncı qatda isə yenə də kərə yağı ilə, ərinmiş yağ ilə örtülür və qapaq bağlanılır. Qapaq bağlanılır, bu adi radiatorun üzərində 2 gün saxlanılır. Mən bir dəfə bu hazırlamışdım, başqa formasını. 2 gün saxlanılır və sonra süzgəcdən süzülür və bu hazır alınmış məlhəmlə sifət gündə 2-3 dəfə silinir. Deməli, burada herpes əleyhinə həm aloe çox gözəl təsir edir, həm limon qabığı çox gözəl təsir edir və eyni zamanda limon qabığının tərkibindəki ətirli maddələr yağın da iyini özünə hopturduğundan çox gözəl bir vasitə əmələ gəlir. Sonra dedik ki, uşağın kürək nahiyəsində göbələk var. Əsasən göbələklər əldə, ayaqda və bükümlərdə daha çox olurlar. İndi əgər həkim aparıbsa, yoxlatdırıbsa, yenə göbələk varsa, göbələk üçündə həm daxili, həm xarici təsir edən çox gözəl vasitə yenə də aloedir. Aloenin, bəli, aloenin üst hissəsi yenə də soyulur, şirəsi alınır, jeli kimi bir maddə var, alınır və bu həm ələ, həm ayağa, kürəyə çəkilir və eyni zamanda bizim rəngsiz xınamızdan da istifadə edə bilərlər. Yəni, fitaton 1, fitaton 2, fitaton 3 və qara fitaton xınaları var. Amma onların içərisində fitaton 1 rəngsizdir ki, bu xınadan istifadə edə bilərsiniz. Bunun üçün apteklərə və yaxud da ki, fitoklublara müraciət eləsəz, əldə eləyə bilərsiniz. Buyuruz. Bir də qızdırma dedi, biri var, qızdırma xəstəliyi. Əgər o qızdırma... Dedi ki, qripdən sağala bilmir. Son dövrlər çox yayılıb bu qızdırma xəstəliyi və dedi də it burnuna içərəm. Yaxşı olardı ki, it burnunu qızdırmaya qədər içərdiniz. Yəni, o it burnunun tərkibindəki həm mineral və vitaminlər orqanizmin immunitetini çox qaldırır. Amma bugünkü gündə isə sizə yaxşı olar ki, çoxlu dökə çay için. Tək dökə çayı. Əgər istəsəz onun içinə kəşotu da biraz qarışdıra bilərsiniz, çiyələk yarpağı da qarışdıra bilərsiniz, amma tərlədici vasitə kimi dökə çayının demək olar əvəzi yoxdur və əgər temperatur çox qalxmışsa da bu zaman bədən sirkə ilə masaj olunsun. Təşəkkür edirəm. Üzür müəllim, bir də üsul var, həmən dökə çayı ilə bərabər kəkliyotunun çox kəskin dəmləməsi, amma yüksək təzyiq varsa və yaxud da ki, təzyiqi çox aşağı deyilsə həmən adamda, gün ərzində elə 5-6 stəkan onu içməklə həm temperaturunu aşağı salacaq, həm də ki, bir çox ola bilər ki, bağırsaq problemləri zadı ola bilər. Kəkotu qəbul edəndə çoxlu maya da qəbul etmək lazımdır. Çünki kəkotu həm də güclü sidik ovucudur. Təşəkkür edirəm. Bir də o qriplə bağlı dedi ki, sağalmır. Belə bir üsulu var. Mən kimə demişəmsə hələlik ki, şükür Allaha çox yaxşı nəticə verib. Demək, bu ondan ibarətdir ki, bir soğan götürülür. Yaxşı olardı ki, qırmızı soğan olsun. Əgər yoxdursa, ağ soğan da ola bilir. Bir soğan götürülür, təxminən o sıxılır, yarım stəkana qədər şirə çıxartmaq lazımdır. Şirə 4 qat tənzifdən süzüldükdən sonra nə qədər çıxıbsa, o qədər bal əlavə olunur və həmçinin də o qədər də ev sirkəsi, alma sirkəsi də ola bilir, üzüm sirkəsi də ola bilir. Əlavə olunduqdan sonra ora 1 çay qaşığı zəncəfil əlavə olunur. Bütün bunlar qarışdırılandan sonra hər yarım saatdan bir daxilə 1 çay qaşığı qəbul olunur. Gün ərzində həm temperatur düşür, həm qripdən xilas olmaq olur. Demək olar ki... Soğan suyu çox gözəl təsir. Soğan suyu özün elə buruna damızdıranda çox gözəl təsir. Amma zəncəfillə damızdırmasınlar, çünki biraz yandırıcı təsir göstərir. Zəncəfil vurmamışdan qabaq burun üçün götürsünlər. Alo. 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 Bəli. Hamınızı salamlayıram. Təşəkkür edir. Əleykümə salam. Buyuruz. Sizi narahat edən Leyla xanımdır. Buyuruz Leyla xanım. Oğlumun 17 yaşı var. 4 ildir başında bu yağlı sebariyadan əziyyət çəkir oğlum.
dispanserdə bu diaqnozu qoyublar ona. Bəli. İndi çox müalicələr aparmışam, heç bir effekt almamışam. Yəni uşaq əziyyət çəkir. Mümkünsə bir məsləhət verərdim. Başının bir tərəfindədir, yoxsa hər Yox, bütün tərəfində belə prişik kimi çıxır, yağlı belə yayılır bütün ətraflara. Aydın. Təşəkkür edirəm, çox sağ olun. Alo. Alo. İkinci telefon. Alo. Bəli, buyurunuz. Alo. Bəli, eşidirik sizi. Siz telefonu, xanım, televizorun kodunu aldı da, televizorun səsini biraz azaldın. Hə, aldım. Buyuruz. Alo. Buyuruz. Mən həkimlə sualım var. Buyuruz. Burada həkimlərdən başqa heç kəs yoxdur. Bir mənəm, bir də həkimlərdir. Və yaxud da ki, bioloq, hansı ki, xalq təbabəti bitkiləri haqqında çox gözəl bilir. Buyuruz. Mənim ağzımdan çox iyi gəlir. Bu çoxdan belədir, yoxsa sonradan qazanılmış? Hə, çoxdan belədir. Neçə yaşından? Elə əvvəldən belədir. Əvvəldən, uşaqlıqdan belədir. Oldu. Sonra? Başqa bir probleminiz? Müalicə eləmişəm, deyirlər, qaraciyərdəndir. Müalicəsinin... Mədə yolunu gastroskopiya elətdirmişsiniz, yoxsa yox? Mədə yolunu? Yox. Mədə ağzı? Mədəzdə problem yoxdur? Mədəmdə yoxdur. Deyirlər ki, nə bilim, qaraciyərdə problemidir. Aydındır. Mən onların səbəblərini deyərəm sizə. Oldu. Aydın oldu. Təşəkkür edirəm. Yeni telefon varsa qəbul eləyək. Alo. Alo. Yoxdur. Buyurun, süzülməli. Deməli, yağlı seborreya. 17 yaşında var seborreya xəstəliyi. Deməli, seborreya üçün təsir göstərən ümumiyyətlə alim Wilkinson var, belə bir alim var. Bu özü bir məhlul kəşf eləmişdi seborreya üçün. Çox gözəl də təsir edir. Yəni bundan da istifadə edə bilərsə, kükürtünün təbii vasitələrdən istifadə edibdir. Və eyni zamanda başqa bir reseptdə mən deyim. Deməli, seborreya xəstəliyi üçün əgər dərinin tamlığı pozulmayıbsa, adi bu solidol mazı ilə bax bu aloenin qarışığından istifadə edə bilər. Aloenin özünün təklə qarışığından istifadə edə bilər. Yəni seborreya üçün aloe çox gözəl təsir edir. Eyni zamanda seborreya xəstəliyi üçün udil-hindi bitkisi var, mən gətirmişdim bura. Göstərin, istəyirəm ki, udil-hindi, bax bu bitki də istəyərdim bunu göstərsinlər operatorlarımız. Seborreya xəstəliyi üçün çox gözəl təsir edir. Çünki bu bitkinin tərkibindəki olan maddələr çox gözəl antimikrob təsir edir və antibakterial təsir edir. Antifungal daha çox təsir edir və bu bitkidən də istifadə edə bilərlər. Eyni zamanda bu bitkidən Haymorid xəstəliyində, frontit xəstəliyində çox istifadə olunur. Daxildə bağırsaqların kolitdə, spastik kolitdə, qeyri-spesifik bağırsaq xoralarında, məsələn, mədə bağırsaq xoralarında çox gözəl təsir edir. Qaraciyər çatışmazlığında çox gözəl təsir edir. Yəni, bu bitki haqqında Peyğəmbərimiz sallallahu bir hədis də gəlir və deyir ki, bu bitki 7 ən ağır bir dərdin dərmanıdır. Buna görə də bu bitki Azərbaycanda demək olar ki, olmayıbdır. Biz bu bitkini gətirdik. Hələlik bizim fitoklubda var. Bunun haqqında üzr istəyirəm, Füzul müəllim. Bunun haqqında çoxlu SMS gəlirdi hər dəfə. Udhindi, nə bitkisidir. Biz buna qədim mənbələrdə bunun haqqında məlumat var. Bir çox çox qədimdən istifadə olunur. Çox yaxşı oldu ki, siz bunun haqqında məlumat verdiniz və gətirmişsiniz bunu. Mən bilirdim, sizə bir dəfə suallar gəlmişdi. Və Çində demək olar bitir bu ağacı, bir də Hindistanda bitir. Təxminən 20-yə yaxın növü var. Yalnız bir növü tibbidə istifadə olunur. Ən ətirli belə deyək növü. Məsələn, haymorid xəstəliyində bu biraz yandırıcı effekt verir, amma çox gözəl təsir edir. Demək olar ki, haymoriddə tamamilə təmizləyir. Hətta frontitdə belə tamamilə təmizləyir. Bunu sürtməklə, yoxsa damızdırmaqla? Bunu haymoriddə zeytun yağının içinə qoyulur və 10 gün, 15 gün təxminən gözlənilir. Paraşokunu, üyüdülmüş paraşokunu sizdə var. 10-15 gündən sonra süzülür və bu zeytun yağı adamın burnuna damızdırılır. Sonra uzun sürən faringit xəstəliyində, boğaz gəlmələrdə çox gözəl effekt verir. Məsələn, adamlar var ki, 2-3 ayına bundan əziyyət çəkir və bu faringitlərdə bunun adi tozu ya boğaza üfürülür və yaxud da yenə də zeytun yağı ilə qarışığı burundan daxilə qəbul olunur. Belə bir təsir edir. Sonra da sual verdi Fikir müəllim. Deyəsən suallar... Yox, suallar bitdi. İnşallah. Təşəkkür edirəm, çox sağ olun. Əziz tamaşaçılar, xatırladım ki, telefonlarımız açıqdır və 69-74 SMS ünvanımız açıqdır. Telefonlarımız olduqca çox olduğundan, amma mən heç SMS-ləri oxuya bilmirəm. Hər halda SMS-lərimizdə... Ağzında iy var idi, dedi ki... Hə, ikincisi xanımın isə dedi ki, özü uşaqlıqdan olan iydi. Buyuruz.
Əgər ağzından iyi gəlirsə və dilinin üzərində ərf varsa, birinci növbədə qanda sidik cəfərinin miqdarını yoxlatmaq lazımdır. Sidik cəfərinin miqdarı artanda böyrək çatışmazlığından ağızdan iyi gələ bilər. Qaraciyər çatışmazlığında da bəzən bu problemlər ola bilir. Yəni həkim deyib ki, qaraciyər problemləridir. Əgər qaraciyərində problem varsa, Hepartaya çayından içsin. Alaqanqal çayından içsin, solmaz çayı bitkisindən içsin, qovucu təsir edən bitkilərdən içsin. Bir də yaxşı olardı, mən bir dənə də deyim, adi çayına hil qoyuş əlavə eləsin. Çünki hil mədə sfinktoru açıq qalanda da ağızdan iyi gələ bilir. Onu istəyirdim, üzr istəyirəm. Özdə bu iyilər, əgər tutaq ki, böyrəklə bağlı olursa, bir qədər sidik iyi gəlir ağızdan. Sidik iyi gəlir ağızdan. Nitratların iyi gəlir. Qaraciyərdə tamam ayrı cür gəlir. Amma bu mədə ağzının açıq qalmasında isə çox üfunət iyi gəlir ağızdan. Ona görə bunu ayırd eləmək, sadəcə iyilərə görə ayırd eləyib bilə bilər, özü də bilə bilər. Adi hil əlavə olunur adi çaya, çay da tünd olmamalıdır, daxilə qəbul olunur. Əgər yenə də problem varsa, teostamin çayından da istifadə edə bilər. Əgər orada eroziv problemlər varsa, bax, bu udil hindidən də yenə də istifadə edə bilər. Və bu udil hindini əldə eləmək üçün də Erbafıl Oranjeriyənin fitoklublarında bunu məhsul kimi hazırlayırlar. Yəni gedib elə macunun sonra və yaxud da ki yağda olan stomanginolla ağzını qarqara eləyə bilər. Bəli. Boğazını, ağzını. Burada stomanginol preparatı var. Bu da hazır demək Herbaflora şirkətinin məhsuludur. Bu məhsulu da əldə eləyə bilərlər. Bayaqlar elə herpeslə bağlı da xanım dedi ki, ağzımın qıraqlarında herpeslə bağlı bu məhsuldan yenə də stomanginoldan istifadə eləyə bilər. Bir də herpeslərdə ən çox zəydən yaxşı istifadə olunmalıdır. Zəylə elə aloyunda qatsa yenə də həmən geli ala bilər, çox gözəl. Amma bu aloyunun daxilə, istəyərdim ki, Asif müəllim söhbətə qarışsın. Məsələn, daxilə qəbul eləmək məsələsi var. Bir də deyirlər ki, müəyyən növləri var ki, daxilə qəbul olunmur. Biz bunları tanımırıq. İstəyərdim ki, bu barədə, bax, sizdə indi burada 2 növü var aloyunun. Bəli. Zəhmət olmasın. Bunlardan ən çox bu, bayaqlar dedim, bu ağaçvari aloyadan istifadə olunur. Ən çoxu bununla, dərman məqsədi ilə. Daxilə qəbul eləmək olur. Amma bu məlumdur da, bu çox acıdır, o alonun glikozidi buna çox acılıq verir. Elə adam var ki, mən şahid olmuşam, bunun elə belə qırır, bu qıraqlarını təmizləyir, belə də yer, adi kök kimi yeyir, belə insanlar da var. Mən özüm istifadə eləmişəm ondan o cür, o mərhəmdə problem olanda eləmişəm o cür. Amma o düz deyil, o biraz yaxşı deyil. Ona görə ki, bəzi mədədə elə olar ki, mədədə o xoralar olanda ona mənfi təsir eləyə bilər. Ən yaxşı olar ki, bunu ya balla, zeytun bitki yağları ilə və yaxud, məsələn, vərəm xəstəliyi olanda donuzun içpiyi ilə qarışıq halda istifadə olunsun. Başqa o qarışdırıcılarla qarışıq halda istifadə olunsun. Amma səthi artıq o birbaşa sürtmək olur. Səthi yaraların müalicəsində, səthi səpkilərdə, perişiplərdə falan bunlardan sürtməklə də istifadə sadəcə olaraq mən ondan demək eroziv qastritdə istifadə etmişəm. Çox gözəl də nəticə alınıb və nəticə etibarının heç bir yara filan da alınmayıb. Asıl mənim özü də istifadə edir. Mən deyirəm ki, hamıya, mədənin qıcqırmasını bıçaq kimi kəsir, bax, bu bitki. Aynı anda hiss edirsən. Yəni, o kardofdan da yaxşı kəsir. Oldu, təşəkkür edirəm. Bu arada biz reklamlara ayrılırıq. Qısa fasilədən sonra bir yerdə olacağıq. Çarədən ayrılmayın. Baksel'dən yeni nəsil. Saniyədə 21 megabit sürət